Bakıda kütləvi dava zamanı iki dostu Şahin Bayramov və Fərid Əlirzayevi qətlə yetirməkdə təqsirləndirilən Yunus Rəhimov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Sərxan Şahbazovun cinayət üzrə məhkəməsi yekunlaşıb. Bakı Arzantər Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Təqsirləndirilən şəxs Nurani Məmmədovun vəkili Ceyhun Yusufov müdafiə çıxışı zamanı bunlar deyib. Hüquqlarını müdafiə etdiyim Nurani Məmmədova verilən ittiham zəruri müdafiə həddi aşımı ilə bağlı olmalı idi. Əslində Nurani öldürən deyil, öldürülməyə cəhd edilən şəxsdir. Sadəcə özünün zəruri həddini aşması digər şəxsin ölümünə səbəb olub. Təqsirləndirilən şəxslər son söz deyiblər. Daha sonra hökm oxunub. Hökmə əsasən Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər. Belə ki, Nurani Məmmədova qarşı irəli sürülmüş 120.2.2, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə və 120.2.7, yəni 2 və ya daha çox şəxsi öldürmə maddələri xaric edilib. Ramin Quliyevə qarşı da irəli sürülmüş 32.4, 120.2.2, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə və 32.4, 120.2.7, yəni 2 və ya daha çox şəxsi öldürmə maddələrinə bəraət verilib. Yunus Rəhimov və Sərxan Şahbazov isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediliblər. Xatırladaq ki, prokuror məhkəməyə təqsirləndirilən şəxslərdən Yunus Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il və Sərxan Şahbazovun isə 3 il azadlıqdan məhrum edilməsini təklif etmişdi. Qeyd edək ki, hadisə 2022-ci ilin fevralında Nəriman Vurani ərazisində qeydə alınıb. İstintaq araşdırması zamanı məlum olub ki, paytaxt sakinləri olan Şahin Bayramov və Fərid Əlirzayev kütləvi dava zamanı qətlə yetirilib. Hadisəni törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Tural Məmmədov, Ramin Quliyev və Yunus Rəhimov şübhəli şəxs qisminə saxlanılaraq məsuliyyətə cəlb olunublar. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə, 120.2.2, yəni xuliqanlıq niyyəti ilə adam öldürmə, 120.2.7, yəni 2 və ya daha çox şəxsi öldürmə və 221.3, yəni silah qismində istifadə olunan əşyalar tətbiq edilməklə xuliqanlıq etmə maddələrlə ittiham irəli sürülüb. Onu da qeyd edək ki, daha əvvəl cinayət işinin məhkəmə istintaqı 2023-cü ildə Bakı Arzantər Məhkəməsinin hakimi Samir Əliyevin icraatında araşdırılıb. Hakim 2025-ci ilin mayında dünyasını dəyişdiyi üçün cinayət işi hakim Aygün Qurbanovanın sədrliyi ilə olan heyətin icraatına verilib. Orxan Rasifoğlu, Məhkəmə Xəbərləri.